Məsələ burasındadır ki, hakimiyyət əgər öz daxilindəki parçalanmadan qaçmaq istəyirsə, hakimiyyət ölkədə normal, sağlam müxalifətin yaranmasına mane olmamalıdır. Çünki müxalifət hakimiyyəti birləşdirən amil həm də. Bunlar real müxalifət istəməyə vərdiş edəməyib. Bunların vərdişləri əldə qarma müxalifətlə oyun oynamaqdır. Ona görə də Qurban bəy, insanlar həyatının bir mərhələsində pis vərdişlərindən imtina eləməyəndə o vərdişin qurbanı olub ölürlər. Bu rejim ilə məsələ də tutaracaq. Ümid eləyək ki, ölkə qurtarmayacaq. Ölkəni inşallah xilas eləməyə xalq parlamenti var, seçkiler var. Öpürəm, var olun. Sağ olun Rüstəm bəy. Təşəkkür edirəm, üzr istəyirəm vaxtınızı aldım. Xoş oldu, sağ olun, minnətdaram. Dostlar, sonda bir şey deyim ki, mən dünən gecə Naxçıvandan olan bir yoldaşla danışdım. Elə söhbət əsnasında maraqlandım. Bilirəm ki, o mafiyalara yaxın adamdır. Bu baş verənlərə münasibət. O açıq mənə dedi ki, görüm bunu hamı eşitsin. Dedi ki, heç biri bilməz. Bir adam söyüş söydü. İləmən evinin vanında. Dedi ki, heç bir qərət elə bilməz. Heç bir şey elə bilməz bizim Ağsaqqala. Həmin gün nə bilim belə olayırlar. Yəni vəziyyət istəyirəm ki, yaxşı deyil. Ölkədə hər an mafiyalar arası nəsə açma ola bilər. Siz kənardan xahiş edirəm, bir şeyə qarışmayın.